Ya Allah, hazır olun. Şoka hazır olun. Ve Sen Axtaramın Instagram hesabında 40.000 kime verilsin? And içmişəm, 10.000 rəydə açıqlanacaqdır. Başqa istəyir bir aya yazın, istəyir 3 aya. Mənim üçün fərq etmir. Buyurun İlahə xanım həzrətləri daxil olsun gözəl mahnı sədaları altında. İlahə xanım həzrətləri. Bu nədir? Hə, köhnə gül. Bravo! Çirkin kadın yoktur. Doktor söyledi. Bakımsız kadın var. Güzellik. Ay. Ay ana. Ne oldu? Ne dedin? Dodağın altında ona ne? Ne? Dodağın altında. Yok anar müəllimdir. Deyir görürsən derim nə hazır. Görüş bir apazı baktı. Görür mü? Bu cemaat göğsünde teze forma. Güzeldi mi? Çox gözəl, sağ olun. Allah köməyiniz olsun. Minnətdaram. Onu Marina'nın acığını elədim. Allah köməyiniz olsun əlbəttə. Gösterdim ki Marina doktor söylediği kim? Çoxun sağ ol. Hörmətimi bildirirəm. Allah səni bizim üstümüzdən eləməsin. Xalq üstünə, Azərbaycan xalqının üstünə heç yabağa eksik eləməsin. Hündür səhvələrdə ol. Həmişə borçluq ay. Sen Allah sen böyle dua eləmə Pərvanə ilə hicran yadı var. Həmişə. O hadisi var adam var. O hicran da mənə yaman dualar eləyirdi. Deyir ama indi bəd dualar eləyir. Mənim dualarım olsun. 3 balamın duaları səninlə olsun. 3 balam ona görə ki, üçü də bir dəqiqə ekran qarşısında gözüm. Mən pis gülmələr, mənlə barabar ağlar, mənlə barabar gülər. Gelmişdin? Yox, Hiç vaxt. imkansızlıqdan heç vaxt. Nə vaxt Yeməyə- axırıncı dəfə salona getmişdin? Heç xatırlayır mı? Nə vaxt? Məni bağışlasınlar toyumuzda onda. Neçə il əvvəl? Bir 15 il, 18 neçə il olar? 18 il olar. Ay vay. Toyumda. Toyunda getdin. Toyumda. Özünü bəyəndin mi İlahə? Çox bəyəndim. Çox təşəkkür edirəm hamınıza. Mənim bugünkü gün Məsləhətdir ki, Bakıda qal. əziyyətimi çox əziyyət Sən də qal çəkdiyiniz üçün Bakıda. hamınıza təşəkkür edirəm. Başda sən olmuş. Çox sağ ol. Mən də Nigar Sultanova'ya təşəkkür Ürəksin, ürək. Nigar bugün Çox sağ olsun, bütün əllərini baxımını, qazasın Alim, sağ bütün olsun. geyimini baştan ayağa dəyişməsi həkim kosmetologumuz gözəl Nigarım. Öpüb bağrıma basıram. Təşəkkür edirəm. Bu qızın duaları sənə bəsdir. Çirkin qadın yoxdur. Bütün qadınlar baxımlı olmalıdır. Nə olsun kənddə yaşayırsan, kəsəkdə yaşayırsan. Nə olsun ki? Buyur bax. Gözəlliyə bax. Nigar Sultanovanın gözəllik ilə... Ay anar nə qıza o tərəf bu tərəfə baxırsan? Ana gelip Necə? başka yere bakır. Götür ha. görün mikrofonu. Xoşuma gəldiyinə görə. Xoşuna gəldi mi? Tamaşaçılar necə? Bəyəndi mi? Mən çox istəyirəm. Ay doktor, gəl bura, ay doktor. Gəl. Deməli oturup yazırdın ki Marina'ya verilsin, Marina'ya verilsin. İndi ev kime verilsin doktor? Hə? Salamlayırım hər birinizi. Ev kime verilsin? Belə deyək də, kim haqq eləyirsə ona verilsin. Haqq Yenə də eləyir, yox, başda elə- qazimizi düşünürəm ki, O qazi deyil, antiterror deməli əməliyyatlarında iştirak edibdi. Bəli. Bizim Bu uğurumuz. ailəndə ehtiyacı var. Ümid edirəm ki, bərabər olaraq bölünər. Marina'ya Marinadan çox bu ailənin ikisinin daha çox ehtiyacı var. deyə düşünürəm. korusundan dedi. O gün Yo, yo. demişti ona göre. Buyurun keçin Marina xanımın yanında əyləşin. Buyurun keçin. İnşallah anan da tapılar. Ve Bugünkü gün sevinçlərim anamı da olar. Anam bu günümdən sonrasını istəyirəm ki olsun. Ona görə ki ömrümlə günümlə kağız almamışım. Vallahi heç bəlkə getdim yerdə sabah Sən salamat hardan çıxmadım. bilirsən ki sən xərçəng xəstəliyinə əziyyət Mən çəkirsən?
Onkologiyaya getmişdim, gənc onkologiyasına. Sağ olsun icra həkimiyyətimizi, onun işçilərini məhkumiyyətdə arıq elədilər. 100 manat ayırdılar, yol pul elədi, həyat yoldaşım apardı orada. Aha. Üzümüzə qarşı demədi, nələm, biraz dedi ki, məni bağışla, ayrısını ala bilərsən, belələr, üzümə qarşı. Sonra da məni yolladı onkologiya zadına. Özü də cərrah idi, namik doktor idi. O vaxt elədi, sonra da yolladı nevropatoloqa. Nevropatoloqda dedilər ki, üzümə qarşı deyil. Dedi ki, bunu məni nəyə göndərib? Sən xərçəksin, sən məni bağışlasınlar, üzr istəyirəm buradakilərdə. Döşündə xərçək var. Vay, vay, vay. Ondan da məni yeyindirib, belə iğnə ilə dururum, ağrı kəsilərlə, sistemlə, sağ olsun, icra həkimiyyətimiz oradan deyil. Natqı müəllim başda olmaq üçün hamısını sağ olsun. Oradan tapşırır, həkimdə gedirim. Sən öz istəyinlə Müalicə eləmir. Pərvanə mənə dərs olub, ona da üzülürəm. Pərvanəyə də Bir də İvanovkada doktor var. Bir dəqiqə. Nizami həkim odur. Çünki o da xərçəngdən əziyyət çəkir. Ölkənin önəmli doktorları diaqnoz qoyub və o komandanın içində olan türk doktorlardan biri də daxil olmaqla inanın mənə ki, keçən hər gün o müalicəsi olmadıqca mən baxmayaraq, bəlkə də tamaşaçılar deyəcək ki, axı sənin haqqına bu qədər girirlər, niyə elə eləyirsən? Çünki o həqiqətən getmək istəmirdi. O deyirdi ki, məni orada müalicə elətdirməyəcəklər, Xoşqədəm xanım. İndi onun müalicələri gecikdikcə mən çox pis oluram. Deyirəm ki, ilahi, onun nə bilim, Allah onu 3 balasına, o 3 qız balasına xüsusən bağışlasın. Qızım, məncə sənin hər şeydən önəmli birinci sağlamlığındır. Mən indi bilmirəm, mən səni sabah göndərəcəm həkimə. Gedirsən, yoxlanılırsan, o sənə verilən analizlərin cavabları ilə birlikdə. Yox, çox ona inanmıram ki, ona görə Xoşqədəm xanım. O cavablarla get, yenə inan. Məndən pul hesab elədi, mən kağızla getmişdim, Napreveni ilə. Ay qızım, bir dəqiqə deyəndə. Dayanmır. Deyirəm ki, sənə nə veriblərsə, onu götür, get həkimin yanına. Həkim onlara baxacaq. Təbii ki, gələn o analizlər olsa da yenidən analizlər olacaq və qərarı verəcək. Əgər elə bir şey Allah eləsin ki, olmasın, olsa sənə kömək eləyəcək. Çıxıb yenə də desən ki, ya özü, ay millət, diaqnozu həkim qoyur, Xoşqədəm yox. Ay cəmal, Xoşqədəm sadəcə oxuyur. Xoşqədəm həkim deyil diaqnoz qoya. İndi sonra sən də deməzsən ki, diaqnoz Xoşqədəm qoydu falan. Amma sənə kömək eləyib göndərəcəm. Gedərsən, razı olarsansa, əgər gedərsən, razı olmazsan getməsən. O tərəf Osman doktorun yanında. Sağ ol, İki gözəl xanım oturub doktorun yanında. Sən keç o tərəfdə. Ağlayıb eləmə ha. Necə? Ağlayıb eləmə ha. Bütün hamısı kör olacaq. Belə qəşəng qalmışsan, qəşəng. Bugün... Gün özümə söz vermişim. O qədər ağladım da ağlamayacam, yox. Bir dəfə də balalarım sevinsin. Balalarım müdəqəmənizdir. Qoy ürəklər açılsın. Sənin qiymətin onda Hər olur cəhətdə ki. açılmayıb. Bir gün özümə söz vermişim, ağlamarım. Bilirsən, sən qiymətə onda mindin ki, sən dedin ki, ərin sənə zülm edib, döyüb də hətta nələr eləyib, amma buna baxmayaraq onu bağışlaya bildin. Marina, incimə. Çünki ərim saxladı. Gülü Marinadan alıb ilahiyə verir. Yox, mən sənə verir. Yox, mən Ay qız, mən... layiq deyim, yox. Niyə layiq deyilsən sən çiçəyə? Ona gülü həyat yoldaşı verir. Xoşqədəm xanım, düz eləyirsən, alma o Mən gülü. verirəm, canım mənim, bu gülü mən verirəm. İstəmirdi o həyat yoldaşından gül götürür. Hörmətin artıq olsun. Ayrı gül olsun. Havada qalmasınlar. Yox. Yox, qürurlu qadın, Marinanın hoşuma gülünü gəldi. də qəbul eləmir. Yox, heç yanda oturmaq da özü nəsə sən xətrinə. Hoşuma gəldi lahə. Yanında qadındır. Sən xətrinə. Az danış görüm anne. Deyim ki, qaşəngdir də, mən də deyirəm ki, qadının özünə baxmalıdır. Burada nə var ki, məsələn, mən də sevinirim ki. Qaşəngdir də, yəni. İndi sən ona başqa iş, indi... Nə başqa iş? İşləmək istəmir. Mən sadəcə deyirəm ki, düzdür, qadın özünə baxmalıdır da. O demək deyil ki, qadın... Bəyəndin də sən. Bəyəndim, mən ürək baxıldı. Hər gün də belə gəlsin. Hər gün. Mən nədir ki? O qədər qadınlar burada baxımlı var ki, hamının qaşəngdir. Belə də o da olmalıdır. Burada nə var ki?
Heç nə. Qəşəng Canım cavab. mənim, heç nə. Yəni mən ürək təmizim, mənim nə paxıl, nə heç nə yoxdur. Hər gün belə gəlsin. Yəni Mən də deyirsən, onu deyirəm ki, qadın özünə baxmalıdır. Marina deyirsən Adı kəndə belə bir düşdü, getsin. 3-4 manat olsun, Ay sürsün, Marina, bahalı deyil. kəndə belə getsin deyirsən. Və Belə sağ. getsin. Gedə bilərsən qızım kəndə, bax belə. Vallahi billahi Həyat heç nə yoldaşı deyə bilmirəm. yanında. İndi davam edirik də. Marina ver mikrofonu. Oradan götürün. Siz Sənəm xanım mikrofonu verin Marina. Yəni yarışmada qalırsan. Burada 40 minin yarışmasında. Mikrofonu yaxın tut danış. Özgüvən Nə gəldi bilim, ondan. bu da qurayın partlayıb balalarımdan ötürü. Balalarımı görmək istəyirəm. Hədə yenə də gör də. Həddindən. Yəni gedən mən balalarımı görmək istəyirəm. 16 gündür yanlarından çıxmışım. Sizə xahiş edirəm. Yəni bu 40 min yarışmasında qalırsan. Hə də əli boş getmə də 40 min Siz götür görə getdi. bilirsiniz, onu eləmək. Əlbəttə əli boş getməyim ona görə ki. Evet. Oruçluq aydır, əziz gündür, bayram çarşambadır. Mən boş qaytarmam. Boş yola salmam. Amma bir şey var, Heç siz çox vaxt. qəşəng geyinmirsən, əladır, amma bir şey deməliyəm. Cüt gəlmirsən anarla, mənim adaşımla. O niyə bəzəndirməyə demirsən ki, ay xoş gələm xanım. O da bir bəzək düzək vuraq, buradan gedəndə gedək də ora. Hə? Mikrofon verin. Sən başı Rəbdə xoşqədəm bacısı elə uyğun bilib. Bəli. Gələn dəfə də onu da göndər. Onu da Belə mən də ki, aparım. o kişi elə başdan ayağa yaraşıqdır. Geyimi də, hər şeydə əla möhtəşəm. Bir bazı əl gəzdirmək Nəyinə lazım, bir bazı. lazımdır? Yox, axı xanım çox seçilir də o şey. Artıq bunlar bir-birini tamamlamır. Ona görə deyəm, bir bazı əl gəzdirsin qəşəng. Heç nə olmaz. Ana müəllim, Bəli. məni özümə mən bəzək istəmirəm. Sadəcə o bəzək olsun, onun quru nəfəsi mənim uşağıma bəsdir. Pul Narahat olsun, olma. pul olsun, Belə də olsun. getməsəsə Pul kimizə olsun, gedək? pula razısan, pul aparsın. Ha? Pul. Razısan, Puldan əziz oldu. nə olsun? Puldan əziz yoldaşımla uşağımdır. Vay. Bax, görürsənmi? Əl seçiləndə də bax belə seçilməlisən. Daha belə yox. Sən görürsən uzunsan. Eşitdiniz də Anar müəllim nə dedi? Dedi ki, bəzənməyə gediriksə bərabər gedək. Biz ikimiz, O deyir. mənlə, Dən adaşlar, onun üçün sən mənə tək yaxşı sən tək qof getmək istəmirəm. Yox, kimi böyüksən. sevdirəcəksən mənə? Ha? Kimi sevdirəcəksən mənə? Nəyinə Yox, deyil sevindirəcək? bəzənmək, geyinmək, paltar dəyişib, yenidən dəyişim eləyib gəlmək. Yox, mən dəyişim gəlmişəm, mən səni deyirəm, mən səni deyirəm. Ay Anar müəllim demir ha səni də makyaj eləyəcəklər. Makyaj yox, sən get də qəşəng. Geyin, belə geyin. Hə, geyimi deyirəm. Geri kimizə geyinib Anar gələk. müəllim Köynək elə ən belə maşallah high class geyinibdir. Sən ona başqa nə geyindirəcəksən? Sən də elə Şuba deyərsən geyib ki, gələcək cəmaat buna. hamısı indi yazacaqdı ki, Anar müəllimin şəklini oradan çıxart, 40 min ona çatmasın. Sən də bilirsən yalandan belə Camaat çox şey yazacaq, amma xoş gedəm xan çıxartmayacaq onu. Yox, mən çıxartmıram. Mən Anar siz müəllim- istəməyincən oradan çıxmıram. Anar müəllim illərlə Bəli. zəkası ilə, Bəli. qələmi ilə xalqa xidmət eləyib, Eləyib. ona çatmalıdır bu Bəli. kimin, mən düşünürəm. O haqq eləyib, qazanıb. Düz. Gəlin belə eləyək. Ha, tamam. Qoyun tamaşaçılar nə yazıbdı? Bağlayın. Zəng eləyən tamaşaçılardan da bağlayın efirə. 40 min manat bu şəxslərdən kimə verilsin? Daxil olursunuz, sən axtarıram Instagram hesabına, amma tam səmimi, vicdanla. Məsələn, mən öz fikrimi deyirəm, mən Ayşə deyirəm. Heç kəs inciməsin. Mən də fikrim deyirəm onda. Bax, buradakı hamı öz həyatını qura bilər. Amma Ayşə təhsildir bir də. Ona görə mən elə istəyirəm.